Dostlar, kanalımızda xoş gördük hər birinizi. Bugün sizə 2026-cı il 6-cı ayın 7-sində keçirilmiş birinci qruplar üçün blok imtahanından riyaziyyat suallarının izahını verəcəm. Dostlar, elə isə birinci sualdan başlayırıq. Birinci sualda həndəs silsiləyə aid belə bir sual verilib. Deyir ki, n üstəgəl 10-cu hədd vurulsun, n üstəgəl 11-ci hədd və n üstəgəl 12-ci həddin hasili bərabərdir 64 vurulsun 3 üstü 3-ə. Bizə deyir ki, B13 nəyə bərabərdir? Bunu tapın. Dostlar, həndəs silsilədə belə bir qayda var ki, B-nin kvadratı bərabərdir. B, n minus k vurulsun B, n üstə gəlsin k. Yəni, n-ci həddən bərabər məsafədə solda və sağda yerləşən iki həddin hasili bizə n-ci həddin kvadratını verir. Burada diqqət edirsinizsə, n üstə gəlsin 11 həddi. Deməli, n üstə gəl 10 həddindən 1 vahid sağda, n üstəgəl 12 həddindən 1 vahid solda yerləşir. Onda buradan deyə bilərik ki, B, n üstəgəl 11-in kvadratı bərabərdir B, n üstəgəl 10 vurulsun B, n üstəgəlsin 12-yə. Dostlar, deməli, bu iki həddin hasili bizə B, n üstəgəl 11-in kvadratını verirsə, onda bir də bunu B, n üstü 11-ə vurduqda, nəticədə B, n üstəgəl 11-in kubunu almış oluruq. Bu da bərabərdir bizdə 64 vurulsun 3 üstü 3-ə. Dostlar, buradan biraz sadələşmə aparsaq, B, n üstəgəl 11-in kubu bərabərdir. 64 bilir ki, 4-ün kubudur. 3 üstü 3-ən də bilir ki, 3 üstü n-in kubudur. Hər tərəfdən kubları açsaq, bu zaman B, n üstəgəl 11 bərabərdir 4 vurulsun 3 üstü n ifadəsi alınır. Dostlar, məndən B 13 istəyir. B 13 istəyirsə, düsturda gətirib yerinə yazsam, bu zaman n-imiz deməli 2 olmalıdır. Yəni 2 üstəgəl 11 mənə 13 verəcək. Bu zaman n-in yerinə 2 yazsam 4 vurulsun 3-ün kvadratını götürməliyəm. Bu zaman 4-ü 9-a vurduqda nəticədə 36 qiyməti alınır. Bu da bizə D variantı verəcək. Növbəti baxırıq dostlar ikinci suala. İkinci sualda deyir ki, 124 dərəcəli bucağın təpə nöqtəsindən çıxan şua onu dərəcə ölçüləri fərqi 26 dərəcə olan iki bucağa bölür. Böyük bucağın qiymətini tapın. Dostlar, gəlin birinci 124 dərəcəli bucağı təsvir eləyək. Tutaq ki, bizim bu bucağımız 124 dərəcəyə malikdir və biz bunu hər hansısa bir şua vasitəsilə iki bucağa ayırırıq. Bucağın birini alfa, digərini də beta ilə adlandırıram. Diqqət edirsinizsə, böyük bucağa alfa demişəm, kiçik bucağa da beta demişəm. Bu zaman dostlar, biz bilirik ki, alfa ilə betanın cəmi 124 dərəcəyə bərabərdir. Bizə deyir ki, bucaqların fərqi isə 26 dərəcədir. Yəni, böyük bucaqdan kiçik bucağa çıxdıqda nəticədə 26 dərəcə alırıq. Dostlar, bu iki ifadəni sistemə alsaq, tərəf-tərəfə toplasaq, B-lər gedir, betalar gedir. Nəticədə 2 alfa bərabərdir 124 ilə 26-nın cəmi bizə 150 dərəcə verəcək. Buradan alfa da bərabərdir 150-ni 2-yə böldükdə nəticədə 75 dərəcə alıram. Dostlar, digər bucağı da axtarsaq, alfa 75 isə bu zaman beta da bərabərdir 124-dən. Çıxıram 75-i, nəticədə alırıq 49 dərəcə. Bizdən böyük bucağın qiymətini istəyir, böyük bucağımız 75 dərəcədir. Növbəti baxırıq dostlar 3-cü suala. 3-cü sualda deyir ki, A-nın hansı qiymətlərində ax kvadrat üstə gəlinsin a minus 2x minus 2 tam %25 ifadəsi deməli həmişə mənfi qiymət alar. Ümumiyyətlə, kvadrat ifadənin dostlar, həmişə mənfi və yaxud da həmişə müsbət qiymət alması üçün hansı şərt ödənməlidir? Əgər a kiçikdir 0, diskriminant da kiçikdir 0 olarsa, bu ifadə həmişə deməli mənfi qiymət alır. Amma a böyükdür 0, diskriminant kiçikdir 0 olarsa, bu ifadə həmişə bizdə müsbət qiymət alır. Bizdən həmişə mənfi halını istədiyi üçün biz birinci halı götürürük. A-nın 0-dan kiçik, diskriminantın da 0-dan kiçik halını. Bu zaman dostlar, diskriminantı axtarsam, D bərabərdir. İkinci həddin kvadratı çıxılsın 4AC, yəni 4 vurulsun x kvadratının əmsalı, vurulsun bir də sərbəst həddimiz. Bu ifadə kiçik olmalıdır 0-dan. Buradan sadələşmə aparsaq, a kvadrat çıxılsın 4a üstə gəl 4. Mənfi 4a-nı mənfi 2 tam %25-ə vurduqda müsbət 9 alınır. Kiçikdir 0-dan. Burada a kvadrat üstə gəl 5a üstə gəl 4 kiçikdir 0-dan və hasili 4 cəmi mənfi müsbət 5 eləyən dostlar. Bu zaman alacağıq a üstə gəl 4
A üstə gəlinsin 1 ifadəsi kiçikdir sıfırdan. Buradan da dostlar sıfıra çevrilən qiymətlər -4, -1 qiymətidir və ciddi bərabərsiz olduğundan bunların özlərini daxil götürmürük. -4, -1 aralığından qiymət yazsaq, məsələn -3 götürsəm, birinci mötərizə müsbət, ikinci mənfi olacaq. Bu zaman hasil mənfi verir, qalan halları müsbətdir. Dostlar, bu şərti ödəyir bizdə, deməli -4 ilə -1 aralığı və A-nın mənfi həllərini götürməliydik. Onsuz -4, -1 aralığı mənfi olduğu üçün deməli cavabımız elə bu aralıqdır. Bu da bizdə olacaq Y variantı. Növbəti baxıram dostlar, 4-cü suala. 4-cü sualda deyir ki, A parametrinin hansı qiymətində y bərabərdir x üstə gəlinsin y üstündə a minus x funksiyasının ən kiçik qiyməti 4-ə bərabərdir. Gəlin yazaq. Y bərabərdir x üstə gəlinsin y üstündə a minus x funksiyasının deməli ən kiçik qiyməti 4-ə bərabərdir. Ümumiyyətlə dostlar, funksiyanın ən böyük və yaxud da ən kiçik qiymətini tapmaq üçün onun törəməsini tapıb sıfıra bərabər eləyə bilərik. Bu zaman deməli bu ifadədən törəmə alacağam və sıfıra bərabər eləyəcəm. Yəni y' bərabərdir 0 götürəcəyik. Bu zaman törəmə alsaq, x üstə gəlinsin y üstündə a minus x-in törəməsi bərabərdir bizdə. X-in törəməsi 1 verəcək. Y üstə a minus x-in törəməsi y üstündə açıq x və mürəkkəb funksiya olduğu üçün bir də açıq x-dan yenidən törəmə alırıq. Bu da bərabərdir dostlar. Deməli 1 üstə gəlinsin y üstündə a minus x vurulsun. A-dan törəmə alanda sabit olduğu üçün törəməsi 0-dır. Mənfi x-dan törəmə alanda bizə -1 qiyməti verəcək. Nəticədə biz aldıq ki, deməli funksiyanın törəməsi 1, -1-i qarşıda yazıram, minus y üstündə a minus x-a bərabərdir. Dedik ki, funksiyanın minimum qiymətini tapmaq üçün törəməni tapıb 0-a bərabər eləyirik. Bu zaman y üstündə a çıxılsın x bərabərdir 1-ə və 1-i y üstü yazmaq üçün yaza bilərəm y üstü a minus x bərabərdir y üstü 0-a. İstənilən ədədin üstü 0 bizə 1 qiyməti verəcək. Bu zaman alırıq ki, a çıxılsın x bərabərdir 0-a və x də bərabərdir a-ya. Dostlar, x a-ya bərabər qiymətdə funksiyanın ən kiçik qiyməti 4 olur. Onda x üstə gəlinsin, y üstündə a minus x ifadəsini 4-ə bərabər götürürəm və x-in a-ya bərabər qiymətində. Gətirib x-ların yerinə a qiyməti yazırıq. Bu zaman a üstə gəlinsin, y üstündə a minus a bərabərdir 4-ə. A üstə gəlinsin, y üstü 0 bərabərdir 4-ə. Y üstü 0 bizə 1 qiyməti verir, bərabərdir 4. Buradan da a bərabərdir 4-dən 1 çıxanda 3 qiyməti qalır. Deməli, a-nın 3 qiymətində funksiyanın ən kiçik qiyməti 4-ə bərabər olacaq. Növbəti keçirik dostlar 5-ci suala. 5-ci sualda deyir ki, yük avtomobili A məntəqəsindəki ambardan götürdüyü malları ABCD düzbucaqsının perimetri üzrə hərəkət edərək B, C və D məntəqələrində paylayıb ambara qayıtdı və cəmi 420 km yol qət elədi. AB məsafəsinin BC məsafəsinə nisbəti üçün 4-dədir. Avtomobil hər məntəqədə yükün bir hissəsini boşaltdığı üçün növbəti məntəqəyə qədərki yolu əvvəlkindən 15 km/saat çox sürətlə gedir. Avtomobil B-dən C-yə 2 saata getmişdirsə, D-dən A-ya nə qədər vaxta getmişdir, bunu tapmalıyıq. Dostlar, biz bilirik ki, A məntəqəsi ambardır. Birinci B-də, sonra C-də, sonra D-də yükləri təhvil verəndən sonra yenidən A məntəqəsinə qayıdır. Yəni, ümumilikdə avtomobil A, B, B, C, C, D və D yolunu qət edir. Yəni, düzbucaqlının tam perimetrini qət edibdir. Və dostlar, düzbucaqlının tərəflərin uzunluğu deyir AB məsafəsinin BC məsafəsinə nisbəti üçün 4-dədir. Bu o demək ki, AB-yə mən 3x desəm, bu zaman BC-miz olacaq bizim 4x. Biz də bilirik ki, düzbucaqlının qarşı tərəfləri cüt-cüt bərabər olur. Yəni 3x, 3x, 4x, 4x. Onda bu o deməkdir ki, perimetri axtarsaq, bu zaman 2 vurulsun 3x üstə gəlsin 4x-imiz bərabərdir bizdə 420-yə və nəticədə 7x-i 2-yə vuranda 14x alıram, bərabərdir 420-yə və x də bərabərdir buradan 30-a. X 30-sa, onda dostlar 3x-imiz bərabərdir bizim 3-ü 30-a vuranda 90 eləyəcək və 4x-imiz də bərabərdir 4-ü 30-a vuranda 120 km eləyəcək. Dostlar, buradan aldıq ki,
AB tərəfinin uzunluğu bizdə 90 kilometrdir. BC tərəfinin uzunluğu 120-dir. Eyni qayda ilə CD də 90-dır və AD də 120-yə bərabərdir. Bizə deyir ki, avtomobil hər məntəqədə yükün bir hissəsini boşaldandan sonra sürətini 15 km/saat artırır və avtomobil B-dən C-yə demək 2 saata yol gedib. Dostlar, B-dən C-yə sərf elədiyi vaxt bizdə 2 saatdır. 2 saatdırsa, bu zaman sürəti axtarmaq üçün V bərabərdir bizdə deməli gedilən yolun zamana nisbəti və V deməli BC hissəsində bərabərdir S-in T-yə nisbəti. Bu zaman gedilən yolumuz 120 kilometrdir. Sərf olunan zaman 2 saatdır. Bu da bərabərdir 120-ni 2-yə böləndə 60 kilometr bölünsün saat olacaq. Bu o demək ki, BC hissəsində sürətimiz V bərabərdir 60-a. Və deyir ki, hər növbəti məntəqədə deməli sürətini 15 km/saat artırır. Onda bu o demək ki, CD-də olacaq onun sürəti. CD-dəki sürətimiz olacaq bizim 15 artıq, yəni 75 km/saat və AD-də olacaq sürət 75-dən də 15 artığı 90 km bölünsün saat. Bizə deyir ki, D məntəqəsindən A-ya nə qədər vaxtda yol gedib? Dostlar, deməli AD məsafəsinə sərf elədiyi vaxtı axtarırıqsa, bu zaman gedilən yolu sürətə bölürük. Biz bilirik ki, AD məsafəsi 120 km-dir. Sərf elədiyi zaman, daha doğrusu sürət bu zaman 90 km bölünsün saatdır. Bu da bərabərdir dostlar. 90 ilə 120 30-a ixtisar getsə nəticədə 3/4 saat qalır və variantlara diqqət edirsinizsə cavabı deməli dəqiqə ilə ifadə edib. Saatı da dostlar dəqiqəyə çevirmək üçün 3/4-ü 1 saat 60 dəqiqə olduğu üçün 60-a vurmalıyıq. Bu zaman 60 ilə 3 ixtisar gedəndə nəticədə 20 qalacaq. 20-ni də 4-ə vurduqda alırıq 80 dəqiqə. Deməli, bu yolu 80 dəqiqəyə qət eləmişdi. Bu da A variantı. Növbətə baxırıq dostlar. 6-cı suala. 6-cı sualda baxın, belə bir sualımız var bizim. Deyir ki, y bərabərdir x kvadrat və y bərabərdir 8 minus x kvadrat xəttlərlə hüdudlanmış fiqurun sayəsini tapın. Ümumiyyətlə dostlar, fiqurun sayəsini tapmaq üçün biz bu zaman integrallamadan istifadə eləməliyik. Bu zaman istəyirsiniz integral x kvadratından deməli 8 minus x kvadratını çıxın və yaxud da 8 çıx x kvadratdan x kvadratını çıxın, sadəcə ədəddən birinin digərinin mənfisi alacaq. Və biz də bilirik ki, sahədən söhbət gedəndə həmişə müsbət qiymət almalıyıq. Dostlar, birincisi, biz burada integral, deməli, integral 8 çıxılsın x kvadrat, çıxılsın x kvadratın, deməli, integralını hesablamalıyıq. Digər tərəfdən, dostlar, integrallayandan sonra da integralların sərhədlərini bilməliyik. Deməli, fiqurun sayəsini tapmaq üçün bu funksiyaları bir-birinə bərabər götürürük. X kvadrat bərabərdir bizdə 8 minus x-in kvadratına. Bu zaman 2x-in kvadratı bərabərdir 8-ə. Hər tərəfi 2-yə bölsəm x kvadrat bərabərdir 4-ə. X də bərabərdir müsbət mənfi 2-yə. Bu o demək ki, integralın sərhədləri mənfi 2-dən müsbət 2 olacaq. Buradan da biraz sadələşmə aparsaq, integral mənfi 2-dən müsbət 2-yə, deməli 8 çıxılsın 2x-in kvadratı dx yazırıq. Dostlar, bu da bərabərdir. 8-i integrallayanda bizə 8x verəcək. Mənfi 2x kvadratını integrallayanda mənfi 2 vurulsun x kvadratını x kubu bölünsün 3 şəklində yaza bilərik. Və integral deməli mənfi 2-dən 2-yə. Dostlar, integral mənfi 2-də aldığı qiyməti 2-də aldığı qiymətlə eynidir. Elə 2 qiymətini yerinə yazıb 2 qatını hesablaya bilərik. Bu zaman yazırıq 2 vurulsun. 2 qiymətini yerinə yazsaq 8 vurulsun 2 çıxılsın. 3-də 2 vurulsun 2-nin kubu. Bu da bərabərdir dostlar. Deməli 2 vurulsun 8 2-nin 16 çıxılsın. 3-də 2-nin kubu 8 eləyir. 2-yə vuranda da 16. Bu da bərabərdir dostlar. 2 vurulsun 16-dan 3-də 16-nı çıxanda ortaq məxrəcə gətirsək 3-də 48 çıxılsın 16. Bu da bərabərdir. 2 vurulsun 3-də 48-dən 16 çıxdıqda nəticə qalacaq 32 qiyməti. Bunu da 2-yə vurduqda 3-də 64. Bu da bərabərdir. 64-ü 3-ə böldükdə 21,3 qiyməti düşür. Bu da olacaq bizdə B variantı. Növbəti keçirəm 7-ci suala. Dostlar, 7-ci sualda deyir ki,
Biri digərinin 80%-ni təşkil edən iki ardıcıl cüt ədədin kvadratları fərqinin modulunu tapın. Dostlar, söhbət iki ardıcıl cüt ədəddən gedir. Ədədin biri x-dırsa, digəri olacaq məndə x plus 2 və kiçik ədəd bərabərdir bizdə böyük ədədin 80%-nə. Ədədin 80%, yəni ədədin özündən az hissəsidir. Ona görə kiçik ədədi bərabər eləyirik böyük ədədin az hissəsinə, yəni %80-nə. Buradan dostlar, ixtisar aparsaq, 100 ilə 80 ixtisar gedir 20-yə. Nəticədə 5-də 4 qiyməti qalır. 5-i sol tərəfə vursaq, alırıq 5x. Sağda da x üstəgəl 2-ni 4-ə vurduqda 4x üstəgəlinsin 8 alınır. Buradan 5x-dan 4x-in çıxanda x qalır və x bərabərdir bizdə 8-ə. Onda digər ədəd də x üstəgəl 2 ədədidir. Bu da 8-in üzərinə 2 gəldikdə alırıq 10. Yəni ədədin biri 8, digəri də 10 imiş. Bizə deyir ki, bu ədədlərin deməli kvadratları fərqinin modulunu tapan. Dostlar, kvadratları fərqinin modulu deyir. Yəni x üstəgəl 2-nin kvadratından çıxmalıyıq biz x-in kvadratına. Bu zaman dostlar, 10-un kvadratı x üstəgəl 2 10-dur. 10-un kvadratından çıxıram 8-in kvadratını. Burada 10-un kvadratı 100-dür, 8-in kvadratı da 64-dür. Bu da bərabərdir bizdə deməli 36-ya. Modul ona görə deyir ki, kiçik ədəddən də böyüyü çıxsan və yaxud da böyükdən kiçiyi çıxsan, hər halda müsbətin götürməlisən. Biz zaten böyükdən kiçiyi çıxdığımıza görə modulun burada heç bir fərqi olmadı. Bu da bizdə 36 qiyməti verəcək. Növbəti baxırıq dostlar 8-ci suala. 8-ci sualda deyir ki, ABC üçbucağında BAC bucağı bərabərdir 2 ACB bucağına, AB bərabərdir BD, o da bərabərdir 5-ə, AC 11 olarsa ABC'nin sayısını tapın. Dostlar, gəlin birinci bucaqla başlayaq. Deyir ki, BAC bucağı bizdə ACB bucağının 2 qatıdır. Dostlar, mən ACB bucağını götürüb alfa yazsam, bu zaman BAC bucağı olur bizdə 2 alfa qədər. Digər tərəfdən dostlar, AB bərabərdir BD-yə. AB BD-yə bərabərdir və 5 5-dir bunlar. Dostlar, buradan alırıq ki, əgər tərəflərdən ikisi bərabərdirsə, deməli ABD üçbucağı bərabər yanlı üçbucaqdır. Bu zaman bucaq A 2 alfadırsa, bucaq BD A-da bizdə olacaq 2 alfa qədər. Bilirik ki, bərabər yanlı üçbucaqda oturacağı birləşik bucaqlar deməli bərabər olur. Bu zaman dostlar, biz bilirik ki, üçbucağın hər hansısa bir, deməli xarici bucağı yerdə qalan 2 daxili bucağın cəminə bərabərdir. Yəni bu bucaq 2 alfadırsa, deməli digər 2 bucağın cəmi də 2 alfaymış. Onda bunun biri alfadırsa, digər də alfa olmalıdır ki, mənə xarici bucağı 2 alfa versin. Onda dostlar, götürürük digər bucağa da alfa yazırıq. Bu zaman buradan belə bir nəticəyə gəlirik ki, BDC bucağında da bucaqlardan ikisi alfadırsa, BDC bucağı da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdırsa, alfaya birləşik tərəflər BD ilə DC tərəflərdir. Bu zaman DC də olacaq bizdə deməli 5. Yəni BD ilə DC bir-birinə bərabərdir 5. Şərtə görə AC 11-dir. AC 11-dirsə, onda 11-in 5-i sağ tərəfdə olanda AD-yə qalır 6. İndi dostlar, götürürük B təpəsindən qarşı tərəfə bir dənə hündürlük çəkirik. Hündürlük çəkdikdə bərabər yanlı üçbucaqda hündürlük eyni zamanda median olur. Bu o deməkdir ki, AD tərəfini deməli çəkilən hündürlük 2 bərabər hissəyə bölür. 3-3. 6-nı 2 bərabər hissəyə böldü 3-3. Bu zaman aldığımız düzbucaqlı üçbucaqda tərəfin biri, baxın, bura bir dənə K nöqtəsi yazaq. BKD üçbucağında düzbucaqlı üçbucaq olduğu üçün bu zaman BK tərəfini, yəni hündürlüyü tapmaq üçün kök altında 5-in kvadratından 3-ün kvadratını çıxmalıyam. Bu da 25-dən 9 bizə 16 qiymətini verir. Bu da bərabərdir 4-ə. Deməli, hündürlük 4-ə bərabərdir. Məndən SABC üçbucağının deməli sayısını istəyir. Üçbucağın sayısını tapanda oturacağı hündürlüyə vurub 2-yə bölməliyəm. Oturacaq bilir ki, bu üçbucaqda AC-dir, yəni 11-dir. Hündürlük 4-dür, bölürük bir də 2-yə. 11-i deməli 4-ə vuranda 44, 2-yə böləndə də bizə 22 qiymət verəcək. Bu da D variantıdır. Növbəti baxırıq dostlar 9-cu suala. 9-cu sualda deyir ki, sistem tənlik verilib, tənliklər sistemindən x bölünsün, y nisbətini istəyir. Dostlar, gəlin sol tərəfdə bunu qeyd edək. Yerimiz çatmayacaq orada. 5x minus 21y-in bərabərdir 9-a. Digər tərəfdən x üstə gəlsin 10y-in bərabərdir 16-ya. Dostlar, bu sualı daha ideal formada həll etmək üçün
Bizə verilən ikinci tənliyin hər bir tərəfini deməli götürüb 5-ə vuracam. X-ların əmsalları eyniləşsin deyə. Bu zaman nəticədə 5x üstəgəl 10y, üzrü sayın 10 yox 50y bərabərdir. 16-nı da 5-ə vuranda 80 alıram. Və digər tənliyimiz isə bizdə 5x minus 21y bərabərdir 9-a. Dostlar, bu ifadələrə tərəf-tərəfə çıxsaq, bu zaman 5x-lar gedir. 50y çıxılsın mənfi 21y. 80-dən də 9-un çıxanda nəticədə 71 qiyməti qalacaq. Və dostlar, deməli 50y mənfinin mənfisi müsbət eləyir. Üstə gəl 21y bərabərdir 71-ə. Bu zaman 71y-in bərabərdir 71-ə, y də bərabərdir 1 alırıq. Dostlar, y 1-dirsə, gətirib tənliklərdən birində yerinə yazaram. Bu zaman x üstə gəlinsin 10 vurulsun 1 bərabərdir 16-ya. Bu zaman x üstə gəlsin 10 bərabərdir 16, x də bərabərdir 6 almış olacam. Və dostlar, deməli, bizdən x-in y-ə nisbətini istəyir. X-imiz 6, y-imiz 1, nisbət də bizə elə 6 qiyməti verəcək. Bu da B variantıdır. Növbəti keçirik 10-cu suala. Dostlar, 10-cu sualda deyir ki, y bərabərdir 4/1 üstü kosinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Dostlar, funksiyanın qiymətlər çoxluğu tapmaq üçün birinci mən kosinus x-a baxıram. Kosinus x-in qiymətlər çoxluğu -1, 1 arasında deməli qiymətlərdir. Ümumiyyətlə, kosinus funksiyası -1, 1 aralığında qiymətlər alır. -1 bunun ən kiçik qiymətidir, 1 də ən böyük qiymətidir. Onda bu funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün birinci 4/1 üstü -1 götürürük. Ədədin üstü mənfi götürmək sürət məxrəcin yerini dəyişmək deməkdir. Bu bizə 4 qiyməti verəcək. Digər uç tərəfi, yəni 1 qiymətini yazsam, bu da 4/1 üstü 1, yəni ilə 4/1 qiyməti verir. Bu o demək ki, funksiyanın qiymətlər çoxluğu 4/1-dən 4-dədir. Yəni 4/1-dən 4-ə qədər bütün qiymətləri ala bilir. Buna görə cavabımız olacaq bizim D variantı. Növbəti baxırıq 11-ci suala. Dostlar, 11-ci sualda bizə deyir ki, SABC piramidasının bütün yan tilləri oturacaq müstəvisə 60 dərəcəli bucağı əmələ gətirir. SA 8-dir. Piramidanın oturacağı bərabər yanlı düzbucaqlı ABC üçbucağı olarsa, onun həcmini tapın. Dostlar, gəlin elə şəkli bunun yanında çəkək. Deməli, biz götürürük, oturacağı düzbucaqlı bərabər yanlı üçbucaq çəkməliyik. Tutaq ki, baxın, oturacaq belə bir üçbucaqdır. ABC. Deməli, ABC üçbucağı dediyinə görə B-ni ortada çəkməliyəm. B düzbucaq təpəsidir. Və dostlar, götürürük, deməli, bunun digər tillərini çəkib birləşdiririk. Bu da S təpə nöqtəsi. Bizə deyir ki, SA tərəfi 8-dir. Bütün yan tilləri oturacaq müstəvisə 60 dərəcəli bucağı əmələ gətirir və oturacağımız deməli bərabər yanlı üçbucaqdır. Dostlar, birinci addımda mən nə edirəm? Götürürəm burada S təpəsindən deməli oturacağa bir dənə hündürlük çəkirik. Oturacağa hündürlük çəkirik və A təpəsi ilə bu hündürlüyü baxın birləşdirirəm. Bu zaman dostlar, biz bilirik ki, bütün yan tilləri oturacaq müstəvisə 60 dərəcəli bucağı əmələ gətirir. Onda SA tili ilə oturacağın arasında qalan bucaq bizdə 60 dərəcə olacaq. Düzbucaqlı üçbucaqda bucağın biri 60-dırsa, digəri də 30 dərəcədir və 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Onda deməli, əgər gətirib bura O yazsam, AO bizdə deməli 8-in yarısı qədər olacaq, yəni 4 olacaq. Bu zaman H bərabərdir SO-ya, o da bərabərdir kök altında deməli, hipotenuzun kvadratından çıxmalıyam katetin kvadratına. O da bərabərdir. 64-dən 16 çıxdıqda 48 qalır. 48 də bərabərdir 4 kök altında 3-ə. Deməli, aldıq ki, hündürlüyümüz 4 kök altında 3 imiş. Digər tərəfdən dostlar, indi oturacağın sayısını tapmalıyıq. Oturacağın sayısını tapmaq üçün birinci tərəflərini tapmalıyıq. Biz bilirik ki, hündürlük deməli, AO məsafəsi bizə verilən üçbucağın xaricində çəkilmiş çevirən radiusunu verəcək. Üçbucağın xaricində çevrə çəksək, deməli həmin çevirən radiusu bizdə AO məsafəsindən eynidir. R bərabərdir AO məsafəsinə, o da bərabərdir 4-ə. Digər tərəfdən düzbucaqlı üçbucaqda, deməli düzbucaqlı üçbucaqda üçbucağın xaricində çəkilmiş çevirən radiusu onun hipotenuzunun deməli yarısına bərabərdir. Yəni bu o demək ki, 4 bərabərdir S bölünsün 2.
Buradan C də bərabərdir 8-ə. Yəni hipotenuz 8-dir. Onda ABC üçbucağında AC hipotenuzu idi. O da 8-ə bərabərdir. Digər tərəfdən bərabər yanlı üçbucaq olduğu üçün yan tərəflərə x desək, baxın burada yerim yoxdur. Keçirəm sol tərəfdə yazmağa. Deməli, bu zaman alırıq ki, katetlərin kvadratları cəmi bizə hipotenuzun kvadratını verir. Yəni 2x-in kvadratı bərabərdir 64-ə. Buradan da x kvadratı bərabərdir 64-ü 2-yə böldükdə bizə 32 qiyməti verəcək. İndi dostlar, deməli həcmi istəyirsə məndən v bərabərdir 3/1. S oturacaq, vurulsun h düsturundan istifadə eləməliyəm. Burada 3/1 vurulsun. Oturacaq deməli bərabər yanlı düzbucaqlı üçbucaq olduğu üçün katetlərin hasilinin yarısını götürürük. Katetlər bərabər olduğu üçün elə x kvadrat bölü 2 yazdıq. Hündürlüyümüzdə bilirik ki 4/3-dür. Və dostlar, indicə elə x-i tapmışdıq. 3/1 vurulsun 2-də. X kvadratımız 32-dir. X-in özünü tapmağa ehtiyac yoxdur. Vurulsun 4/3-ümüz var. Burada 2 ilə 4 ixtisar gedəndə 2 qalır. Nəticədə 3-də 32-ni 2-yə vurduqda 64 kök altda 3 ifadəsi alıram. Deməli, cavabımız olacaq bizim A variantı. Növbəti keçirik 12-ci suala. Dostlar, 12-ci sualda deyir ki, deməli, Z kompleksədədir, bərabərdir 2-də 7, üstə gəlinsin 2-də 1 i. Bizə deyir ki, Z vurulsun Z xətli hasilini tapın. Dostlar, Z kompleksədədir, bərabərdir 2-də 7, üstə gəlinsin 2-də 1 i-yə. Z xətli deyəndə kompleksədin qoşmasından söhbət gedir. Qoşması dostlar, deməli, bu zaman həqiqi hissənin özü yerində qalır, xəyali hissənin sadəcə işarəsi dəyişir. Mənfi 2-də 1 i olur. Bizdən bu hasili istəyirsə Z vurulsun Z xətli bərabərdir. Bu o demək ki 2-də 7 üstə gəlsin 2-də 1 i-ni vurmalıyam 2-də 7 çıxılsın 2-də 1 i-yə. Bu da bərabərdir dostlar. A üstə gəl B vurulsun A minus B olanda A kvadrat çıxılsın B kvadrat götürürdük. Yəni 2-də 7-nin kvadratından çıxıram 2-də 1 i-nin kvadratını. Bu da bərabərdir. 2-də 7-nin kvadratı 4-də 49. Çıxılsın 2-də 1-in kvadratı 4-də 1 i kvadrat. Və dostlar, i kvadrat mənfi 1-ə bərabər olduğu üçün bu zaman 4-də 1 vurulsun mənfi 1 yazırıq. Bu da bərabərdir 4-də 49. Mənfinin mənfisi müsbət edir. Müsbət 4-də 1. Bu da bərabərdir 4-də 50-yə. Sürət məxrəci 2 ixtisar eləsək, nəticədə 2-də 25. Bu da bərabərdir 12,2-də 1 qiymətinə. Olacaq deməli A variantı. Növbəti baxırıq 13-cü suala. Dostlar, 13-cü sualda deyir ki, y bərabərdir loqaritm 7 əsasdan x minus 2, üstə gəlinsin loqaritm 8 əsasdan deməli 8 minus x. Deyir, funksiyanın təyin oblasına daxil olan tam ədədlər çoxluğunun bütün 3 elementli alt çoxlarının sayını tapın. Dostlar, y bərabərdir. Loqaritm deməli a əsasdan x funksiyasında həmişə x bizdə böyük olmalıdır 0-dan. Baxın, belə bir şərtimiz var. Bu o deməkdir ki, loqaritm 7-dən x minus 2 ifadəsində x çıx ki böyükdür 0 olmalıdır. 8-dən deməli 8 minus x ifadəsində də 8 çıxılsın x böyükdür 0 olmalıdır. Baxın, bu iki şərti deməli sistem alıb həll etməliyəm. Bu zaman 2-ni sağa keçirsək, x böyük olur müsbət 2-dən və buradan da x-i sağa keçirsəm işarəsi dəyişir, deməli 8 böyük olur x-dan. Bu zaman dostlar, ortaq nəticə belədir ki, x deməli 8-dən kiçik, 2-dənsə böyük qiymətlər almalıdır. Bu şərtləri ödəyir dostlar hansı ədədlər? X 2 ilə 8 arası qiymətlər alırsa, bu şərti ödəyən tam ədədlər bizdə 3, 4, 5, 6 və 7 ədədləridir. Yəni 5 dənə ədədimiz var bu şərti ödəyən. Bizə deyir ki, bunun təyin oblasına daxil olan tam ədədlər çoxluğunun, yəni qeyd elədiyim bu çoxluğun, bütün 3 elementli alt çoxların sayını tapın. Dostlar, çoxluğun 3 elementli alt çoxların sayını istəyir. Çoxluğun müəyyən elementli alt çoxların sayını tapanda, qrupdan neçəsə element seçəndə və yaxud da gəlmişik sinifdə müəyyən sayda şəxsi seçirik. Bu zaman söhbət kombinizondan gedir. Və dostlar, kombinizon 5 elementdən mən 3-ünü seçməliyəm. Bunu kombinizon 5-dən 3 yazırıq. Bərabərdir. Bu da olacaq 5 faktorial bölünsün. 3 faktorial vurulsun. 5-dən 3-ün çıxanda olacaq 2 faktorial. Bu da bərabərdir. Dostlar, 5 faktorialı 5, 4, 3 faktorial kimi yaza bilərəm. Məxrəcdə də 3 faktorial vurulsun. 2 faktorial da elə 2-yə bərabərdir.
Buradan 3 faktoriallar gedir. 5 4-ün 22-yə böləndə də bizə 10 qiyməti verəcək. Deməli, cavabımız 10-a bərabərdir. Növbəti baxırıq dostlar 14-cü suala. 14-cü sualda deyir ki, AK və BK tən bölənlərdir. DC bərabərdir 7, AB bərabərdir 12 olarsa, ABCD trapesiyasının perimetrini tapın. Dostlar, deməli, AK ilə BK bizdə tən bölənlərdir. Tən bölən bilir ki, bucağı 2 bərabər hissəyə bölür. Bu zaman mən bu bucağı alfa yaza bilərəm, digərinə də beta şəklində yaza bilərik. Bu zaman dostlar, bizim belə bir qaydamız var ki, 2 paralel düz xətt 3-cü düz xəttə kəsişdikdə daxili deməli çarpaz bucaqlar bir-birinə bərabər olur. Yəni bu alfadırsa, deməli digəri də alfa olacaq. Bu zaman dostlar, bucaq AK deyə gətirirəm alfa yazıram. Buradan alırıq ki, ADK üçbucağı bərabər yanlı üçbucaqdır və mən gətirib AD x yazsam, onda DK da bizdə x qədərdir. Bucaqlardan ikisi eyni olanda alınan üçbucaq bərabər yanlı üçbucaq olur. Eyni qayda üçün dostlar, xətti digər tərəfdən də çəksək, baxın beləsinə çəksək, bu zaman yenə bu bucaqla digərdə daxili çarpaz sayılır. Yəni mən buna beta desəm, digərdə avtomatik betadır. Onda dostlar, deməli, BKC bucağına da gətirib beta yaza bilərik. Buradan da alırıq ki, KCB üçbucağı da bərabər yanlı üçbucaqdır və deməli, bucaq deməli CKB ilə bucaq CBK bir-birinə bərabər olduğu üçün KC tərəfi də CB-yə bərabərdir. Yəni mən bunun birinə Y yazsam, digərdə deməli məndə Y-dir. Dostlar, bizə deyir ki, DC tərəfinin uzunluğu deməli bizdə 7-yə bərabərdir. AB tərəfinin uzunluğu 12-dir. Məndən perimetr istəyir. Dostlar, perimetr bərabərdir AD üstə gəlsin DC, üstə gəl BC və AB-yə. Bu da bərabərdir. AD-ni biz x tapmışıq. DC-miz x-lə y-in cəmidir və BC-miz deməli y-dir və AB-nin də qiyməti 12-dir. Buradan birazı sadələşmə aparsaq, 2 dənə x, 2 dənə y var. 2 vurulsun x plus y, üstə gəl 12 yaza bilərik. Dostlar, biz bilirik ki, x plus y cəmi bizə DC-ni verir, o da 7-dir. Deməli, 2 vurulsun 7, üstə gəlsin 12, 14 ilə 12-nin cəmi də bizə verəcək 26 qiyməti. Deməli, cavabımız 26-ya bərabərdir. Növbəti baxırıq dostlar 15-ci suala. Çox sadə bir sual verilib. Deyir ki, A və B çoxluları verilmişdir. A kəsişmə B çoxluğunu tapın. Dostlar, çoxluğun kəsişməsi onların ortaq elementlərindən təşkil olunan çoxluğa deyilir. Hər ikisində olan element 8-dir və 9-dur. Deməli, bu iki çoxluğun kəsişməsi bizdə 8-9 elementindən təşkil olunubdur. Buna görə cavabımız olacaq Y variantı. Növbəti baxıram 16-cı suala. Dostlar, 16-cı sualda deyir ki, qarşılıqlı sadə olan A və B natural ədədləri üçün əkop AB bərabərdir 126-ya, A üstə gəlsin B cəmi bərabərdir 23 olarsa, A kvadrat üstə gəl B kvadrat nəyə bərabərdir, bunu tapın. Dostlar, 2 ədəd qarşılıqlı sadədirsə, onların əkobu hasilinə, əbobu isə 1-ə bərabər idi. Əkob onların hasilidirsə, onda yazırıq A vurulsun B bərabərdir 126-ya. Digər tərəfdən məndən A kvadrat üstə gəl B kvadratını istəyir. Dostlar, biz bilirik ki, A kvadrat üstə gəl B kvadratı A üstə gəl B-nin mötərizə kvadratının açılışından əldə olunur. Bu zaman nəticədə alıram A-nın kvadratı üstə gəl B-nin kvadratı üstə gəlinsin 2AB. Biz bilirik ki, AB cəmi hazır 23-dür. Onda 23-ün kvadratı bərabərdir. A kvadrat üstə gəl B kvadrat üstə gəlsin 2 vurulsun. AB hasilimizdə 126-ya bərabərdir. Buradan A kvadrat üstə gəl B kvadratı tapmaq üçün 23-ün kvadratından çıxıram. 2-ni 126-ya vuranda bizə 252 verəcək. 23-ün kvadratı 529-dur. Bundan 252-ni çıxdıqda da nəticədə deməli 277 qiyməti qalacaq. Bu da bizdə B variantındadır. Növbəti baxırıq 17-yə. Dostlar, 17-ci sualda belə bir sual verilib. A, B-dən, o da 0-dan böyükdürsə, bizə deyir ki, 2 vurulsun, kök altında A minus 2 kök altı B üstə gəl B-nin, kök altında A üstə gəl 2 kök altında AB üstə gəl B və üstə gəlsin 4 kök B-nin kök A üstə gəl kök B-yə nisbətini tapın. İfadəni istəyir bizdən. Dostlar, birincisi biz burada kvadrat almalıyıq ki, böyük kök işarəsindən azad olaq. A-nı mən kök altında A-nın kvadratı kimi yazaram. Çıxılsın 2 kök altında AB ifadəsi var.
Üstəgəlsin b-ni də kök altda b-nin kvadratı kimi yaza bilərəm. Eyni qaydanı məxrəcdə də tətbiq eləsəm, bu zaman a-nı kök altda a-nın kvadratı kimi yazaram. Üstəgəl 2 kök altında ab, üstəgəlsin b-ni də kök altda b-nin kvadratı kimi yazaram. Və üstəgəlinsin deməli 4 kök altda b, məxrəcdə də kök altında a, üstəgəlsin kök altında b-miz var. Bərabərdir. Dostlar, bu da bərabərdir. Sadələşmə aparsaq, surətdə deməli 2 vurulsun, kök altında, içəridəki ifadə dostlar, kökün altındakı ifadə kök altında a minus kök altda b-nin mötərizə kvadratıdır. Məxrəcdə dostlar, bu ifadənin pilusunu verdiyi üçün, bu da kök altında deməli kök altı a üstəgəlsin kök altda b-nin mötərizə kvadratını verir bizə. Üstəgəlinsin 4 kök altında b bölünsün kök altda a üstəgəlsin kök altda b-yə. Bu da bərabərdir. Buradan da dostlar, nəticədə 2 vurulsun, kök işarəsilə kvadratı atsaq, kök altda çıxılsın kök altda b qalır. Dostlar, biz bilirik ki, cüt dərəcədən kök altından mənfi qiymət çıxarda bilmərik. Kök a minus kök b varsa, əgər a b-dən böyüksə olduğu kimi çıxardacağıq, b a-dan böyükdürsə bunların yerini dəyişib kök b minus kök a kimi çıxarmalıyam. Dostlar, şərtə görə diqqət eləsəz, a b-dən böyük olduğu üçün və müsbət ədədlərdir. Bu zaman mən bunları kök altından çıxaranda elə olduğu kimi çıxıram. Kök altında a minus kök altda b. Yəni böyükdən kiçiyi çıxırıq, zaten bu bizə müsbət qiymət verir. Məxrəcdə isə bunların cəmi olduğu üçün elə birbaşa kvadratla kökü atıb kök altda a üstəgəlsin kök altda b yaza bilərik. Üstəgəlinsin dostlar, kök altında a üstəgəl kök altda b-də 4 kök altında b var. Və bunların məxrəci eyni olduğu üçün bir dənə kök deməli məxrəcdə yaza bilərik. Kök altında a üstəgəl kök altda b. Birincinin açılışı bizə 2 kök altda a minus 2 kök altda b verəcək. Plus 4 kök altda b-miz var. Bu da bərabərdir. Kök altında a üstəgəlsin kök altında b-də 2 kök altında a üstəgəlsin 2 kök altda b. Buradan da 2-ni biz kənara çıxarsaq, kök a üstəgəl kök b-ni mötərizdə yazırıq. Məxrəcdə də eyni ifadə var. Elə məxrəclə surətdəki bu ifadəni ixtisar eləsəm, nəticədə 2 qiymətini almış oluram. Deməli, cavabımız 2-yə bərabərdir. Növbətə keçirik dostlar. 18-ci suala baxırıq. 18-ci sualda baxın, bizə belə bir trigonometrik tənlik veribdir. Gəlin başlayaq. Deməli, 18 deyir ki, 2 kosinus pi üstəgəlsin 3x bərabərdir kosinus 3x-a. Deyir, tənliyi həll edin. Birincisi dostlar, kosinus pi üstəgəl 3x-a baxıram. Biz bilirik ki, əgər bizə pi deməli pi-nin misillərini verirsə, yəni pi-nin kəsirsiz halda tam sayda misillərini verirsə, bu zaman kosinusun adı olduğu kimi qalır. Kosinus yazırıq, pi-ni atıb 3x yazırıq. Digər tərəfdən işarəsini təyin eləmək üçün rübünə baxırıq. Pi üstəgəl 3x deyirik. Pi bilirik ki, 180 deməkdir. 180 üstəgəl demək bu, deməli ədədin 3-cü rübə keçməsi deməkdir. 3-cü rübə bucaq keçdikdə bu zaman kosinus 3-cü rübdə mənfi olur. Bu zaman qarşıya bir dənə mənfi işarəsi atmalıyıq. Bərabərdir dostlar, kosinus deməli 3x-a. Kosinus 3x-i sol tərəfə keçirdikdə nəticədə mənfi 3 kosinus 3x alıram. Bərabərdir 0-a. Hər tərəfi mənfi 3-ə bölsək, kosinus 3x-imiz bərabərdir ilə 0-a. Buradan 3x bərabərdir. Dostlar, kosinus 0-ı deməli pi bölünsün 2-də alır. Və tam bir dövrdə 2 dəfə aldığı üçün buna görə üstəgəlinsin pi k yazırıq. Buradan da x bərabərdir. Hər tərəfi 3-ə bölsəm, pi bölünsün 6 üstəgəlinsin pi k bölünsün 3 qiymət alacaq. Deməli, pi bölünsün 6 üstəgəlsin pi k bölünsün 3. Bu da bizdə deməli A variantında var. Növbəti keçirəm dostlar 19-cu suala. 19-cu sualda deyir ki, y bərabərdir arcsinus 5 minus kök altda x minus 2 funksiyasının təyin oblastına daxil olan ən kiçik və ən böyük ədədlərin cəmini tapın. Dostlar, biz bilirik ki, arcsinusun təyin oblastı -1 aralığında deməli qiymətlər alır. Normalda sinusun qiymətlər oblastı arcsinusun təyin oblastıdır. Bir-birinin tərsi olduğu üçün deməli sinusun qiymətləri arcsinusun təyin oblastı olur. Yəni arcsinusun təyin oblastı -1 aralığında qiymətlər alır. Bu o deməkdir ki, burada 5 minus kök altında x minus 2 ifadəsi deməli -1-dən böyük bərabər 1-dən kiçik bərabər qiymətlər almalıdır. İndi buradan x-ləri axtarırıq. Buradan dostlar, hər tərəfdən 5-in çıxsam, -6 kiçik bərabərdir.
mənfi kök altında x minus 2, o da kiçik bərabərdir mənfi 4-dən. Hər tərəfi mənfiyə bölsək, bu zaman müsbət 6, deməli, bərabərsizlik mənfiyə böldükdə işarə tərsinə dəyişir. Kök altında x minus 2 və o da böyük bərabərdir, deməli 4-dən. Və dostlar, hər tərəfi kvadrata yüksəltsək, bunu eləmək mümkündür. Bu zaman 36 kiçik bərabərdir, deməli x minus 2 və bu da böyükdür, deməli 4-ün kvadratı 16 eləyir. Hər tərəfin üzərinə 2 gəlsək, nəticədə 38, ortada x sağ tərəfdədir, deməli 18 qiyməti alar. Dostlar, bu o demək ki, x daxildir, mənfi yox, üzrü sayın. Müsbət 18 ilə, deməli, müsbət 38 aralığına. Yəni, x-in ala biləcəyi ən kiçik qiymət 18-dir, ən böyük qiyməti 38-dir. Bizə deyir ki, bu funksiyanın təyin oblasına daxil olan ən kiçik və ən böyük ədədlərin cəmini tapın. Bu zaman 18 ilə 38-i toplamalıyam. Nəticədə alırıq 56 qiyməti. Deməli, cavabımız C variantıdır. Növbəti baxırıq 20-ci suala. Dostlar, 20-ci sualda deyir ki, kök altında loqaritm 2 əsasdan x minus loqaritm 2-dən 8x üstə gəl 5 bərabərdir 0. Bu tənliyi həll edin. Dostlar, burada loqaritm 2-dən 8x-i mən götürüb yaza bilərəm loqaritm, deməli, 2-dən 8 üstə gəlsin loqaritm 2-dən x şəklində. Plus bir də, deməli, 5-imiz var, bərabərdir 0. Çünki dostlar, loqaritm 2-dən 8x yazıbsa, hasil olanda hasilə ayrı-ayrı eyni əsasdan loqaritmlərin cəmi şəklində yaza bilərik. Bu zaman biraz da sadələşdirmə aparsaq, kök altında loqaritm 2 əsasdan x, deməli 2-dən 8, 2-nin deməli üstü neçə götürsək 8 qiyməti verər, 3 götürsək. Yəni bunun yerinə 3 yaza bilərəm. Bu zaman mötərizəni açdıqda minus 3, minus loqaritm 2-dən x, üstə gəl 5 bərabərdir 0 alırıq. Buradan da dostlar, deməli, biraz da sadələşdirsək, kök altında loqaritm 2-dən x çıxılsın, loqaritm 2-dən x, mənfi 3 ilə 5-in cəmi müsbət 2 verir, bu da bərabərdir 0-a. Buradan dostlar, deməli, əvəzləmə aparacam. Kök altında loqaritm 2-dən x-a bir dənə t əvəzləməsi desək, bu zaman loqaritm 2-dən x-in özü bərabərdir bizdə t-nin kvadratına. Onda gətirib yerinə yazsaq, t çıxılsın, t-nin kvadratı üstə gəl 2 bərabərdir 0-a. Hər tərəfi mənfiyə bölsək, t kvadrat çıxılsın t minus 2 bərabərdir 0-a. Hasilin mənfi 2, cəmi mənfi 1 olması üçün t minus 2, t üstə gəl 1 götürməliyəm, bərabərdir 0. Buradan alıram ki, t bərabərdir 2 ola bilər, bir də t bərabərdir mənfi 1 ola bilər. Dostlar, biz kök altında loqaritm 2 əsasdan x-a, deməli, 2 qiyməti dedik, t-ni 2 tapdıq. Bu zaman loqaritm 2-dən x bərabərdir bizdə 2-nin kvadratı 4-ə. Bu da x da bərabərdir 2 üstü 4, bu da 16 verir. Dostlar, kök altında loqaritm 2-dən x bərabərdir mənfi 1 yaza bilməyəcəm. Çünki cüt dərəcədən kökdən mənfi qiyməti çıxarda bilmərik. Yəni, bunun mənası yoxdur. Elə x-in bir qiyməti var, bu da olacaq 16 qiyməti. Bu da A variantıdır. Növbəti baxırıq 21-ci suala. Dostlar, 21-ci sualda da çox rahat bir sual verilib bizə. Deyir ki, 3 vektordur, A, B, C vektorları verilib. Deyir ki, A çıxılsın, B üstə gəl C vektorunun komponentlərini tapın. Dostlar, A vektorunun komponentləri bilirik ki, mənfi 1, mənfi 1, 2-dir. Mənfi 1, mənfi 1, 2 çıxılsın və mötərizədə B ilə C-ni toplamalıyıq. B bizdə 2, 1, 1-dir. 2, 1, bir də 1-dir. Və üstə gəlsin C vektoru da deməli 1, 0, bir də nədir? 3-dür. 1, 0, 3-dür. Dostlar, bu zaman toplama aparanda x-lə x-i toplayırıq, y-lə y-i, z-lə də z-i. Deməli, birinci olduğu kimi yerində qalır. Mənfi 1, mənfi 1, 2. Birinci mötərizəni sadələşdiririk. Mötərizənin deməli x-larını toplasaq, 2 ilə 1-in cəmi bizə 3 verəcək. 1 ilə 0-ın cəmi bizə 1 verəcək. 1 ilə 3-ün cəmi də bizə deməli 4 qiyməti verir. Və birinci vektordan aldığımızı çıxsaq, bu zaman x-dan x-i çıxıram. Yəni, mənfi 1-dən 3-ünü çıxıram. Olacaq mənfi 4. Mənfi 1-dən 1-i çıxırıq. Mənfi 2. 2-dən də 4-ü çıxırıq. Mənfi 2 alırıq. Bu zaman dostlar, mənfi 4, mənfi 2, mənfi 2 bu da olacaq deməli B variantı. Növbəti keçirik 22-ci suala. Dostlar, 22-ci sualda deyir ki, ikiyüzlü bucağın müxtəlif üzlərində yerləşən
A və B nöqtələrindən onun tilinə qədər olan AC və BC məsafələri üçün AC bərabərdir BC-yə, o da bərabərdir AB olarsa, ikiyüzlü bucağın deməli qiymətini tapın. Dostlar, deməli, hər hansısa bir baxın ikiyüzlü bucaq götürürük. İkiyüzlü bucaq deməli iki müstəvinin kəsişməsi zamanı yaranan bucağa deyilir. Baxın, bu bucaq deməli alfa yazıram, bu ikiyüzlü bucaqdır. İstənilən yerdə bu bucaq bizdə eyni bir qiymət alacaq. Deməli, ikiyüzlü bucağın üzərində, baxın, bir müstəvisinin üzərində A nöqtəsi götürürəm. Digər müstəvisinin üzərində deməli B götürürəm. B nöqtəsi götürürəm. A-dan deməli müstəvilərin kəsişmə nöqtəsinə qədər məsafə. Baxın, bura C yazdıq. Digər məsafəmiz də olacaq bizdə BC məsafəsi və A ilə B-ni birləşdirən bir də AB düz xətti çəkirik. Bizə deyir ki, bu üç məsafə bir-birinə bərabərdir. Bu o demək ki, alınan üçbucağın tərəfləri bir-birinə bərabərdir. Üçbucağın tərəflərinin üçü də bir-birinə bərabərdirsə, deməli söhbət bərabər tərəfli üçbucaqdan gedir. Yəni bütün bucaqlar bir-birinə bərabərdir. Nəticədə A bucağı, B bucağı, C bucağına da 60 dərəcə qiymət yazırıq. Bu zaman alırıq ki, müstəvilər arasında qalan bucaq deməli 60 dərəcəymiş. Bu o demək ki, istənilən yerdə ikiyüzlü bucağın deməli qiyməti bizdə olacaq 60 dərəcə. İstənilən yerdən siz bu bucağı qeyd eləsəz, bu həmişə bizə 60 dərəcə qiymətin verməlidir. Bu da C variantıdır. Növbəti baxırıq 23-cü suala. Dostlar, 23-cü sualda deyir ki, BCD və deməli BDC bucaqlarının cəmi 150 dərəcədir. BAC ilə ACB-nin cəminin deməli dərəcə ölçüsünü tapın. Dostlar, BDC, baxın şəklin üzərində göstərən bu bucaqdır. BCD, bu bucaqdır. Deməli, bucaq BDC ilə bucaq B, deməli CD-nin cəmi bərabərdir bizdə 150 dərəcəyə. Biz bilirik ki, üç bucağın daxili bucaqları cəmi bizə 180 dərəcə verməlidir. Onda bu zaman bucaq B-ni tapmaq istəyirəmsə, 180 dərəcədən bu iki bucağın cəmini çıxıram, 150-ni çıxıram, yerdə qalır 30 dərəcə. Bu o demək ki, bizim bucaq B-miz deməli 30 dərəcəyə bərabərdir. Bizə deyir ki, BAC bucağı ilə ACB bucağı, baxın bu iki bucağın dərəcə ölçüsünü istəyir. Onda BAC bucağı üstə gəlinsin BCA bucağı və deməli BCA yazmayaq, əslində eyni şeydir. Sadəcə yerini düz yazaq. Deməli, üstə gəlinsin ACB bucağı və üstə gəlsin 30 dərəcə. Bu da ABC bucağının deməli üçbucağının bucaqlarıdır. 30 dərəcə bərabərdir 180 dərəcəyə. Buradan dostlar, bu iki bucağın cəmi 180-dən 30-u çıxanda yenə qalacaq 150 dərəcə. Yenə də alırıq ki, bucaq A ilə bucaq C-nin cəmi bizdə 150 dərəcəyə bərabərdir. Növbəti baxırıq dostlar 24-cü suala. 24-cü sualda deyir ki, A-nın hansı qiymətində limit x yaxınlaşır sonsuzluğa bərabərdir 0 doğrudur. Dostlar, ümumiyyətlə limit x sonsuzluğa yaxınlaşanda ifadənin qiymətin 0 olması üçün biz necə eləməliyik? Bu zaman limit x yaxınlaşır sonsuzluğa, ifadənin qiymətin 0-a getməsi üçün məxrəcin dərəcəsi surətin dərəcəsindən böyük olmalıdır. Yəni, məxrəcdə tutaq ki, x kvadratı yazmışamsa, ya surətdə sabit bir ədəd yazmalıyam, a yazmalıyam, ya da ki, surətdə x üstü 1 götürməliyik. A x üstü 1 və yaxud da x üstü 1 götürməliyik. Qısacası, surətdə olan deməli ifadənin dərəcəsi məxrəcdəkin dərəcəsindən deməli kiçik olmalıdır. Bu zaman biz deməli limit x yaxınlaşır sonsuzluq olanda deməli 0-a bərabər olacaq. Səbəb nədir dostlar? Tutaq ki, x üstü 1-in x kvadratına nisbətini yazmışam. Bu zaman hər tərəfi x-ə ixtisar eləsəm, limit deməli x yaxınlaşır sonsuzluğa, 1-in x-a nisbəti, bu da bərabərdir 1-in x sonsuzluğa yaxınlaşırsa sonsuzluğa nisbəti. Bu o demək ki, məxrəc o qədər böyükdür ki, deməli ədəd 0-a yaxın bir qiymət alır. Təxminən bunun qiyməti bərabərdir 0-a. Deməli dostlar, biz bu sualı həll eləyəndə nəzərə almalıyıq ki, surətin dərəcəsi məxrəcin dərəcəsindən kiçikdir. Dostlar, surətin dərəcəsi məxrəcin dərəcəsindən kiçik olması üçün burada x kubu verilib, burada isə x kvadratı. Deməli, x kubu ifadəsi burada olmamalıdır. X kubunun yoxa çıxması üçün onun əmsalı 0-a getməlidir. Digər tərəfdən yuxarıda da x kvadrat var məxrəcdə də və məxrəcin dərəcəsinin böyük olması üçün x kvadratının əmsalı da 0 olmalıdır ki, x kvadratı ifadəsi də yoxa çıxsın. Bu zaman buradan alırıq ki, a kvadrat minus 3a bərabərdir 0.
Eyni zamanda a kvadrat çıxılsın 2a çıxılsın 3 də bərabərdir 0 olmalıdır. Bu sistemi birlikdə həll etməliyik. Yəni ikisini də ödəyən həll axtarmalıyam. Birincinin vuruqları ayırsam a vurulsun a minus 3 olacaq, bərabərdir 0. Buradan ödəyən həllər a bərabərdir 0, bir də a bərabərdir 3 olur. İkincini vuruqlara ayırsaq, hasili -3 cəmi -2. Bu zaman deməli -3 ilə müsbət 1 götürə bilərəm. Yəni a üstə gəlinsin 1 vurulsun a minus 3 olacaq. Bərabərdir 0-a. Buradan dostlar deməli alırıq ki a bərabərdir -1, bir də a bərabərdir 3 ola bilər. Hər ikisini ödəyən həllimiz deməli 3-dür. Yəni birincidə də 3-ü yerinə yazsaq, ikincidə də yerinə yazsaq, hər halda x kubunun da x kvadratında əmsalı 0 olacaq. Deməli a-nın 3 qiymətində x kubunun da x kvadratında əmsalları 0 olur. Nəticədə yerdə qalır bizdə dostlar. Deməli bunlar 0-a gedəndən sonra limit x yaxınlaşır sonsuzluğa. Surətdə bu 1 qiyməti qalır. Məxrəcdə də x kvadrat üstə gəl 1 qalır. Və dostlar biz bilirik ki x sonsuzluğa gedirsə sonsuzluğun kvadratı üstə gəlsin 1 almış oluruq. Məxrəc o qədər böyük bir qiymətdir ki, deməli ifadənin qiymətini 0-a yaxınlaşdırır. Bunun da təxmini qiyməti bizdə 0-a bərabər olur. Deməli a bərabərdir 3 olarsa cavabımız 3-dür. Növbəti keçirik dostlar 25-ci suala. 25-ci sualda deyir ki, ox kəsiyinin diaqonalı 18-ə, hündürlüyü 9-a bərabər olan silindrin doğranı ilə ox kəsiyinin diaqonalı arasında qalan bucağın dərəcə ölçüsünü tapın. Baxın, belə bir sadə sualımız var. Tutaq ki, belə bir silindir çəkirik. Baxın, bu bizim silindirimizdir. Bu silindirin ox kəsiyi olsun. Deyir ki, ox kəsiyinin diaqonalı, baxın bu diaqonalımız 18-ə bərabərdir. Hündürlüyümüz 9-a bərabərdir. Deyir ki, silindirin doğranı ilə, baxın bu doğranla, deməli ox kəsiyinin diaqonalı. Baxın doğranla ox kəsiyinin diaqonalı arasında deməli qalan bucağın dərəcə ölçüsünü istəyir məndən. Baxın bura yazıram alfa. Məndən bu bucağı istəyir. Dostlar biz bilirik ki kosinus alfa bitişik katetin deməli hipotenuz olan nisbətidir. Kosinus alfa bərabərdir. Deməli 9-un 18-ə nisbəti. Bitişik katetin hipotenuz olan nisbəti. Bu da bərabərdir dostlar 2-də 1-ə. Kosinus alfa 2-də 1 qiymətini hansı bucaqda alır? 60 dərəcədə alır. Deməli bizim bu bucağımız deməli 60 dərəcə olacaq. Cavabımız 60-dır. Ya da dostlar bunu başqa formada həll edə bilərik. Deməli bizim hipotenuzumuz düzbucaqlı üçbucaq yaranır. Çünki silindirin deməli yan tərəfi oturacağı perpendikulyar olacaq. Dostlar 18 9-dursa hipotenuz deməli 18, katet onun yarısı qədərdirsə bu 30 dərəcə qarşısında olanda baş verir. Deməli 30 dərəcə qarşısında dayanan katet, yəni 9 hipotenuzun yarısına bərabərdir. Və düzbucaqlı üçbucaqda bucağın biri 90, digəri 30 olanda avtomatik o birisində də 60 qiyməti qalır. Yenə də ikinci üsulla da qiymətin 60 olduğunu tapa bilirik. Növbəti baxıram dostlar 26-cı suala. 26-cı sualda baxın, qəşəng bir qrafikimiz var. Y bərabərdir k bölünsün x minus m üstə gəlsin m funksiyasının qrafiki. Aha, deyir qrafik əsasən m üstə gəl, n üstə gəlsin k cəmini tapın. Normalda dostlar tutaq ki mənə y bərabərdir. Deməli k bölünsün x funksiyasının qrafikini çəkməyimi istəyir. Dostlar baxın bu bizim düzbucaqlı Descartes koordinat sistemimiz. Deməli y bərabərdir. K bölünsün x-in qrafiki. Bilirik ki birinci əgər k sıfırdan böyükdürsə bu zaman birinci üçüncü rüblərdən keçəcək. Və dostlar baxın belə bir qrafikdən söhbət gedir. Biz bilirdik ki deməli bunun təyin oblastı x-in ala biləcəyi qiymətlər mənfi sonsuzluqdan 0-a, 0-dan müsbət sonsuzluğadır. Y-in ala biləcəyi qiymətlər də mənfi sonsuzluqdan 0-a, 0-dan müsbət sonsuzluğadır. Yəni qısacası x heç vaxt 0 qiymətini ala bilmir, y də heç vaxt 0 qiymətini ala bilmir. Diqqət edirsinizsə, baxın bizim bu xəttlər deməli x oxuna da yaxınlaşır, y oxuna da yaxınlaşır, amma heç vaxt nə x oxun kəsir, nə də y oxun kəsir. Eləcə də üçüncü rübdədə bu belədir. Dostlar, deməli məxrəc heç vaxt 0 qiymətini ala bilməz. Burada da dostlar, məxrəc heç vaxt 0 qiyməti ala bilməz. Deməli x minus m heç vaxt 0 qiyməti ala bilmir. Onda dostlar, deməli biz bilirik ki x minus m yazıb. Minus yazmaq deməli biz deyirdik ki minus olanda həmin m qədər vahid, m qədər biz deməli funksiyanın qrafikini sağa sürüşdürürük.
Plus olanda sola sürüşdürürük. Normalda bu funksiyanın qrafiki baxın y oxuna yaxından keçməli idi. Minus olduğu üçün müəyyən qədər sağdan keçir. Burada diqqət edirsinizsə, hər ölçünü baxın 2 vahid qəbul edib. Baxın bura 2 dənə damadı, bura götürüb 4 yazıb. Bu o demək ki, bir damanın ölçüsü bizdə 2 vahid qədərdir. Baxın bura 2-dir, bura 6-dır. Baxın bu nöqtələr demək 2-6 nöqtələrdir, sayca ötürülüb. Burada 2 deməkdir. İndi dostlar, burada normalda qrafik y oxuna yaxın, deməli x oxuna yaxın keçməli idi. Y oxuna gəlib çatır, amma y-i kəsmir. Burada diqqət edirsinizsə, bu qrafik baxın deməli x-in bu 2 qiymətinə gəlib yaxınlaşır, amma 2-ni kəsmir. Deməli, dostlar, 2-ni kəsmirsə, x-in 2 qiymətində təyin olunmayıb. Normalda k böl x desəydi, x-in 0-ında təyin olunmurdu. Bu isə x-in 2-sində təyin olunmur. X-ə 2 verəndə təyin olunmursa, biz bilir ki, məxrəc 0 ola bilməz. Deməli, x-ə 2 verəndə 2 minus m alınır məxrəc. Deməli, bu ifadə 0-a bərabər olmamalıdır. Bu o demək ki, m də bərabər olmamalıdır 2-yə. Əgər m 2 olsa, 2-dən 2 çıxanda 0 eləyər. Deməli, dostlar, m bizdə 2 imiş. Buradan m-in 2 olduğunu tapırıq. M 2-dir. Sonra dostlar, digər tərəfə baxsaq, normalda bu funksiya bizdə baxın aşağıdan keçməlidir. Yəni, gəlib x oxuna yaxınlaşmalıydı. Biz isə bilirik ki, bu funksiya gəlir deməli y-in 4 qiymətinə yaxınlaşır. Baxın, y-in 4 qiymətinə. 4 qiymətinə yaxınlaşırsa, dostlar, bu o deməkdir ki, deməli y 4 qiymətinə yaxın qiymət ala bilər, amma 4-ü ala bilmir. Və dostlar, digər tərəfdən biz dedik ki, funksiya normalda x-ə yaxınlaşmalıydı. Burada isə baxın, deməli 4-ə yaxınlaşır. Baxın, burada x oxuna yaxınlaşmalıydı. Burada isə y bərabərdir 4 düz xəttinə yaxınlaşır. Deməli, biz bu funksiyanın qrafikini 4 vahid yuxarı qaldırmışdıq. Və 4 vahid funksiyanı yuxarı qaldırmaq n-in 4 olması deməkdir. Normalda deyirdik, y bərabərdir. Tutaq ki, mənə deyir ki, x minus m-in kvadratı üstə gəlsin n yazıb. Dostlar, deməli burada minus olanda m qədər sağa sürüşdürmüşəm. Bunu bildirir. Bu o demək ki, funksiyanı 2 vahid sağa sürüşdürmüşük. Plus 4 o demək ki, 4 vahid də yuxarı qaldırmışıq. Baxın, bundan müqayisə edə bilərsiniz. Bu o demək ki, n-imiz də 4-dür. Digər tərəfdən dostlar, digər xəttə baxsaz, digər əriyə baxsaz, x-in 0 qiymətində koordinat başlanğıcından keçir. Yəni, bu o demək ki, x 0 olanda y-də 0 qiyməti alıb. Gətirib burada yerinə yazsam, 0 bərabərdir, k bölünsün. Deməli, x-in 0 qiymətində 0 minus 2, üstəgəl n-də 4 tapmışıq. Buradan alırıq ki, 0 bərabərdir, k bölünsün mənfi 2, üstəgəlsin 4-ə. K böl mənfi 2-ni sola keçirəndə k böl 2 olacaq, bərabərdir 4-ə. Buradan da k bərabərdir, 4-ü 2-yə vurduqda 8 alırıq. Deməli, k da 8-dir. Məndən dostlar, m, n-k-nın cəmini istəyir. Bu zaman m, n-k-nın cəmi bərabərdir bizdə. M-i tapmışıq 2 qiyməti, n-i tapmışıq 4, k-nı da tapmışıq, deməli 8. 2, 4, 6, 8 də gələndə bizə 14 qiyməti verəcək. Deməli, cavabımız 14-ə bərabərdir. Növbətə keçirik 27-ci suala. Dostlar, 27-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Burada baxırsınızsa bizə kvadrat ifadələr verib. Dostlar, x minus 4-ün kvadratı üstəgəl y çıx 5-in kvadratı üstəgəl 2 verib. Dostlar, kvadratik ifadənin qiyməti mötərizənin ən kiçik ala biləcəyi qiymət bilirik ki, 0-dır. Qalan hallarda həmişə müsbət qiymət ala bilər. Bu ifadəni 0 almaq üçün x-ə 4 yazmalıyam. Digər ifadənin də ala biləcəyi ən kiçik qiymət 0-dır. Çünki kvadratik ifadədən söhbət gedir. Əgər y 5 olsa, bu ifadə də deməli 0 qiymət alacaq. 0 üstəgəl 0 üstəgəl 2 bizə deməli 2 qiyməti verir. Aldığımız 2 qiyməti ifadənin minimum qiymətidir. Qalan qiymətlər 2-dən böyükdür. Yəni, bunun qiymətlər çoxluğunu axtarsaq, y f-imiz daxildir bizim, deməli 2 müsbət sonsuzluq olacaq. 2 və 2-dən böyük qiymətlər. Deməli, bizim aldığımız bu 2 qiyməti ən kiçik qiymətdir. Deməli, birinciyə uyğun gəlir C variantı və içini harda alır? X-in 4, Y-in 5 qiymətində. X-in 4, Y-in 5 qiyməti variantların heç birində yoxdur. Bundan sonra dostlar, baxıram ikinci ifadəyə. İkinci ifadədə artıq burada kvadrat da var. Dostlar, kvadrat deməli, mötərizənin daxilində kvadrat minus yazıbsa, yenə bu ifadə 0-a çevrilə bilir. Çünki x kvadrat çıxılsın 4-ün 0-a çevirməsi üçün x-ə mən müsbət ya da mənfi 2 qiyməti yaza bilərəm. 2-nin kvadratı 4, 4-dən 4 çıxanda 0 eləyir və yaxud da mənfi 2-nin kvadratı 4, 4-dən 4 çıxanda 0, kvadratı yenə 0 eləyəcək. Başqa hallarda mötərizənin qiyməti mənfi də olsa, müsbət də olsa,
üzərində kvadrat da var deyə ifadənin qiyməti müsbət olur. Ən kiçik ala biləcəyi qiymət deməli birinci mötərizənin sıfırdır. İkinci mötərizədə isə dostlar, ifadənin qiymətinin sıfır olmasını axtaram, amma mümkün deyil. Nəyə görə? Çünki kvadrat plus var. Y kvadrat plus verib, minus verməyib. Y kvadrat üstə gəl 5 həmişə bizə müsbət qiymət verəcək. Y mənfi də olsa, müsbət də olsa, kvadratı müsbətdir. Ala biləcəyi ən kiçik qiymət y-in sıfırdır. Bu zaman sıfırın kvadratı 0, 5 gələndə eləyəcək 5, kvadratı da 25 eləyir. Bu zaman 0, 25, 2-nin cəmi 27 eləyir. 27 də ifadənin deməli minimum qiymətidir. Yəni, bu ifadənin də qiymətlər çoxluğu y-fi bizdə daxil olacaq, deməli, daxil olacaq 27 müsbət sonsuzluğa. Və dostlar, 27 ifadənin ən kiçik qiymətidir. Deməli, buna B variantı uyğun gəlir və 27-ni nə vaxt ala bilər? X müsbət mənfi 2 olsa, y də 0 olsa. Deməli, bir də D variantı uyğun gəlir. Üçüncü ifadə isə dostlar, artıq burada mötərizələr heç vaxt 0 ola bilməyəcək. Çünki mötərizənin içərisində kvadrat plus var. Bu zaman ən kiçik qiymət alması üçün x-a 0 yazmalıyam. Y-ə də 0 yazmalıyam. 0-ın kvadratı üstə gəl 4 eləyir 4, kvadratı 16-dır. 0-ın kvadratı 0, üstə gəl 5, 5 eləyir, kvadratı 25-dir. Və 16, 25, 41, 2 də gələndə 43 alırıq. 43 də ifadənin minimum qiymətidir. Bu o demək ki, bunun da y-fi olacaq bizdə deməli 43 müsbət sonsuzluq. Yəni, qiymətlər çoxluğu 43 müsbət sonsuzluqdur. İfadənin ən kiçik qiyməti 43-dür. A variantı. 43-ü nə vaxt alır? X də 0, Y də 0 olsa. Bu da olacaq bir də Y variantı. Deməli, 1-ə C, 2-yə B-dir, 3-ə də deməli A-Y variantı uyğun gəldir. Növbəti baxırıq 28-ə. Dostlar, 28-ci ifadədə deyir ki, sualda deyir ki, koordinat müstəvisində ixtiyari üçü bir düz xətt üzərində olmayan 10 nöqtə verilmişdir. Təpələri bu nöqtələrdə olan bütün mümkün üçbucaqlardan biri təsadüfi seçilir. Həmin üçbucağın hər üç təpəsinin müxtəlif rübdə yerləşməsi ehtimalını tapın. Dostlar, biz bilirik ki, üçbucağın üç dənə təpəsi var. Ya təpənin biri birinci rübdə, ya biri ikinci rübdə, ola bilər biri də üçüncü rübdə. Baxın, bu bir üçbucağı əmələ gətirdi. Və yaxud da biri birinci rübdə, biri ikinci rübdə, biri də dördüncü rübdə. Bu da bir üçbucağı əmələ gətirdi. Bu şəkildə deməli bizim müəyyən sayda üçbucaqlarımız yaranır. Bizə deyir ki, deməli, hər bir təpə nöqtəsinin müxtəlif rübdə olması olan üçbucaqların deməli, üçbucaqlardan təsadüfi birinin deməli seçilməsi ehtimalını tapın. Ümumiyyətlə dostlar, biz bilirik ki, cəmi neçə nöqtəmiz var? Bizim toplam, deməli, 4-ü birinci rübdə, 2-si ikinci rübdə, deməli, 3-ü üçüncü rübdə, 1-i də dördüncü rübdə. Toplam deməli bizim 10 dənə nöqtəmiz var. 4, 2 eləyir 6, 3 gəl 9, 1 də gəl 10. Deməli, ehtimalı tapanda mümkün halların sayını biz məxrəcdə yazırıq. Bizim üçün əlverişli olan, bizə hansı lazımdırsa onları surətdə yazırıq. Dostlar, mümkün hallarımız nə olacaq? Mümkün hallarımız olacaq ki, kombinizon 10 dənə nöqtədən sadəcə 3-ünü seçmək. Hələ xüsusiyyət qoymamışıq. Sadəcə 10 nöqtədən 3-ünü seçməliyik. Bizim üçün isə əlverişli olan 10 olmalıdır ki, bizə hər bir nöqtə fərqli rübdə olsun. Nöqtələrin fərqli rübdə olması necə ola bilər? Birinci rübdə, ikinci rübdən, bir də üçüncü rübdən seçmək. Bu bir. Burada dördüncü rübü işlətmədim. İkinci halda, bu birinci hal idi. İkinci halda birinci rübü işlədirik. Üçüncü rübdən nöqtə seçirik, bir də 4-dən nöqtə seçirik. Bu dəfə 2-ni götürmədim. Üçüncü halda birinci rübdən nöqtə seçirəm, 2-dən nöqtə seçirəm, bir də 4-dən nöqtə seçirəm. Bu üçüncü hal. Dördüncü halda isə birinci rüb iştirak eləməsin. 2-dən, 3-dən, bir də 4-dən nöqtə seçirəm. Hər dəfə baxın bir rüb iştirak eləmədi. Deməli dostlar, bizə bir nöqtə seçmək lazımdırsa hər rübdən, yəni hər təpə bir dənə rübə düşsün. Bu zaman birinci rübdə nöqtənin sayı 4 dənədir. Bu zaman mən götürməliyəm kombinizon 4-dən 1 vurulsun. Baxın, birinci hal yazıram. İkinci rübdən bir nöqtə götürürəmsə, 2 nöqtədən biri kombinizon 2-dən 1 və üçüncü rübdən bir nöqtə götürürəmsə, 3 dənə nöqtə var, kombinizon 3-dən 1. Dostlar, biz bunu deməli, kombinizon 4-dən 1, 2-dən 1, 3-dən 1 yazmaqdansa, biz bilirik ki, kombinizon n-dən 1 bizə həmişə n qiymətini verir. Kombinizon n-dən 1 bizə həmişə n qiymətini verir. Yəni, 4-dən 1 elə 4-dür, 2-dən 1 2-dir, 3-dən 1 də 3-dür. Elə buna görə bunu silib 4 vurulsun, 2 vurulsun 3 yaza bilərəm. 4, 2, 3 şəklində. Üstə gəlsin, bu dəfə ikinci hala baxıram. Birinci rüb, üçüncü rüb, dördüncü rüb.
Birinci rübdən bir nöqtə seçmək. Deməli 4 yazırıq. Sonra üçüncü rübdən 3 yazırıq. Dördüncü rüb 1 yazırıq. Üstə gəlsin. Üçüncü halda birinci rübdən götürürük 4 nöqtədən birini. İkinci rübdən götürürük 2 nöqtədən birini. Və deməli dördüncü rübdən 1 nöqtədə ilə onu götürürük. Və növbəti halımızda 2, 3, 4 halıdır. İkinci rübdə 2 nöqtə var. 3-də deməli 3 nöqtə var. 4-də də 1 dənə var. Bu da bərabərdir dostlar. Surəti hesablasaq 4, 2, 3-ün hasili eləyəcək bizdə 24. 4, 3, 1-in hasili 12. 4, 2, 1-in hasili 8. 2, 3, 1-in hasili də 6. Məxrəcdə də 10 faktorial bölünsün. 10-dan 3-ünü çıxanda 7 faktorial, bir də 3 faktorialın hasili. Surətdə dostlar 24, 12, 36, 8 gələndə 44, 6 da gələndə eləyəcək 50. Məxrəcdə də 10 faktorialı 10, 9, 8, 7 faktorial kimi yaza bilərəm. Burada da 3 faktorialı 3, 2 kimi, 3, 2, 1-in hasili kimi, 7 faktorial da olduğu kimi saxlayıram. Və ixtisar aparsaq bunlar gedəcək. 2 ilə 8 ixtisar gedəndə 4 qalır. 3 ilə də 9 ixtisar gedəndə 3 qalır. Və 10 ilə də 50 ixtisar gedəndə 5 qalır. Nəticədə alırıq ki, surətdə 5, məxrəcdə də 3, 4-ün 12 qalacaq. Deməli, hər rübdən bir nöqtə götürməklə, deməli, mümkün üçbucaqlardan təsadüfən birini seçirik. Bunun ehtimalı 12-də 5-dir. Deməli, cavabımız olacaq bizim 12-də 5. Növbətə baxırıq dostlar, 29-cu suala. Nəhayət 29 son suallara gəlmişik. Aha. Dostlar, 29-cu sualda görək nə deyir? Aha. 29-da deyir ki, hündürü 20 sm olan silindr formalı qab yarısına qədər maya ilə doldurulmuş və içərisinə uzunluğu silindrin hündürlüyünə bərabər olan nazik çubuq yerləşdirilmişdir. Çubuğun bir ucu alt oturacaq çevrəsi üzərində, digər ucu isə qabın yuxarı divarı üzərində olmaqla üst oturacaqdan 4 sm məsafədə yerləşir. Çubuğun maya daxilində qalan hissəsinin uzunluğunu tapın. Dostlar, deməli, bizə deyir ki, qabın hündürlüyü 20-dir. Aha, deyir ki, çubuq deməli qabın yuxarısından 4 sm məsafədədir. Bura 4-dür. Onda bu hissəyə qalan uzunluqda bizdə nə qədər olur? 16 olur. Çubuğun öz uzunluğu da bizdə 20-yə bərabərdir. Bu zaman oturacaqdan deməli düz xətt çəksək, biz bilirik ki, yan tərəf oturacağa perpendikulyar olacaq. Bu zaman düzbucaqlı üçbucaq alıram və dostlar, buradan deməli oturacağın uzunluğu, baxın buna bir dənə x yazsaq, bu zaman x bərabərdir kök altında 20-nin kvadratından çıxıram 16-nın kvadratını. Bu da bərabərdir dostlar. 400-dən çıxırıq 256-nı. Nəticədə qalır 144, bundan da 12 qiyməti çıxır. Bu o demək ki, oturacağımız deməli 12-yə bərabərdir. Buradan dostlar, götürürəm paralel belə bir xətt çəkirəm. Baxın, bu suyun səthidir. Suyun səthində paralel bir xətt çəkirik və dostlar, deməli, biz bilirik ki, deməli, suyun hündürlüyü bizdə qabın deməli, hündürlüyünün yarısı qədərdir. Qabın hündürlüyünün yarısı qədərdir. Bu o demək ki, qabın hündürlüyü 20 idi. Suyun hündürlüyü bu zaman 10 olacaq. Bura 10'dur. Alt isə 16 olduğuna görə onda burada nə qədər qalır? 6. Dostlar, bu düzbucaqlı üçbucağı götürüb kənarda qeyd eləsək, baxın, belə bir üçbucaqdır. Bu zaman biz bilirik ki, oturacağımız deməli 12-dir və suyun hündürlüyü bilirik ki, yəni oturacağa paralel şəkildə qalacaq. Oturacaq necə düzdürsə, bu da düz. Yəni suyun səthi ilə oturacaq bir-birinə paraleldir və deməli bura 6, bura 10'dur və əgər mən bura deməli A desəm, burada olacaq məndə 20 minus A qədər. Bu zaman dostlar, mən buradan deməli oxşarlıq tətbiq eləsəm, bu zaman dostlar, balaca üçbucağın deməli hipotenuzunun 20 minus A-nın bizdən nə istəyirdi? Çubuğun deməli mayenin daxilində qalan hissəsini. Aha, baxın məndən A-nı istəyirdi. Dostlar, deməli balaca üçbucağın hipotenuzunun, balaca üçbucağın deməli yan kateti, baxın 6-ya nisbəti. Böyük üçbucağın, deməli baxın böyük üçbucağın bizdə hipotenuzu elə 20-dir. 20-nin böyük üçbucağın ilə katetdə bizdə 16-dır. 16-ya nisbəti. Əslində heç burada oturacaqdan istifadə eləmədik. Ehtiyac qalmadı. Buradan çarpaz vursaq, deməli 20 minus A-nın 16-ya hasili bərabərdir 6-nın da 20-yə hasili. Buradan 320 çıxılsın, 16A-mız bərabərdir 120-yə. 16A-mız bərabərdir 320-dən 120-ni çıxanda 200-ə. A da bərabərdir 200-ü bölürəm 16-ya. Bu da 8-i ixtisar getsə 2-də. Deməli 200-də 8-ə böləndə 25 qalır.
Bu da bizə verəcək 12,5 qiyməti. 12,5 ilə 6 hissədir. O demək ki, çubuğun suyun içərisində qalan hissəsi bizdə 12,5 imiş. Heç bu altda olan 12 hissəsini tapmağa da ehtiyac yox imiş. Dostlar, nəhayət sonuncu sual, 30-cu suala gəldik çıxdıq. 30-cu sualda isbat məsələmiz var. Deyir, mərkəzi O nöqtəsində olan çevrəyə, onun xaricində götürülmüş C nöqtəsindən CA və C-yi kəsənlər çəkilmişdir. Deyir ki, CD bərabərdir A olarsa, AC-yə bərabərdir 3/1 AOY olduğunu isbat eləyin. Dostlar, gəlin bu əlavə səhifəni buradan silək və ekranı biraz da böyüdək ki, bu üçbucağı mən sizə daha rahat şəkildə, daha doğrusu fiquru daha rahat şəkildə göstərə bilim. Bizə deyir ki, isbat eləyin ki, ASY bucağı deməli AOY bucağının 3/1-idir. Dostlar, AOY bucağı baxın bu bucaqdır. ASY bucağı isə baxın bu bucaqdır. Deyir ASY deməli AOY-nin 3/1-idir. Tutaq ki, mən hələ bunu bilmirəm. Mən bunu isbat edəcəm. Bizə nə deyir? Deyir mərkəzi O nöqtəsində olan çevrəyə onun xaricində götürülmüş C nöqtəsindən CA və C-yi kəsənləri çəkilmişdir. Və CD AO-ya bərabərdir. Dostlar, AO bilir ki, radiusdur. Aha, bura gətirib R yazıram. CD deyir ki, AO-ya bərabərdir. Onda CD də bizdə radiusa bərabər olur. Buradan bir dənə OD düz xətti çəkirik. Biz bilirik ki, OD də radiusdur. Çevrənin mərkəzindən kənarına qədər məsafədir. Burada R-dir. Onda bu zaman alırıq ki, ODC üçbucağı bərabər yanlı üçbucaqdır. Və bərabər yanlı üçbucaqda oturacağı birləşik bucaqlar bərabər idi. Mən bunun birinə alfa desəm, deməli digərdə olacaq məndə alfa. Digər tərəfdən dostlar, biz bilirik ki, üçbucağın deməli hər hansısa bir xarici bucağı, baxın OD bucağını götürürəm. Digər deməli ona qonşu olmayan digər daxili bucaqların cəmi qədərdir. Yəni bu zaman bucaq OD-ni axtarıramsa, ona qonşu olmayan, yəni DOC bucağı ilə DC bucağının cəmi qədər olacaq. 2 alfaya bərabər olacaq. Deməli, digər daxili bucaqlar alfa-alfa, onların cəmi qədər. Digər tərəfdən dostlar, biz bilirik ki, OY də radiusdur. Onda alırıq ki, EOD üçbucağı da, baxın, söhbət bu üçbucaqdan gedir. Bu üçbucaq da bərabər yanlıdır. Bu da bərabər yanlıdırsa, bərabər yan tərəflər YO ilə OD-dir. Onda bunlara birləşik bucaqlar da, baxın, bu bucaqlardır. ODY ilə deməli DY o bucaqları. Bunlar da bərabərdir. Biz ODY bucağını götürüb 2 alfa yazdığımıza görə, deməli O7 bucağı da bizdə olacaq 2 alfa qədər. 2 alfa qədər. Digər tərəfdən dostlar 2 alfa qədər. Aha. Digər tərəfdən də böyük üçbucağa baxsaq, baxın, böyük üçbucağımız O7 üçbucağıdır, düzdür? O7 üçbucağında da 3-cü bucağın xarici bucağı yerdə qalan 2 daxili bucağın cəmini verir. Baxın, deməli bu üçbucağın xarici bucağını axtarıramsa, EOC bucağının xarici bucağı, AOY bucağı, üçbucağın deməli digər ona qonşu olmayan 2 daxili bucağın cəmidir. Yəni 2 alfa ilə alfanın cəmi bizə 3 alfa verəcək. Nəticədə aldıq ki, AOY bucağı bizdə bərabərdir 3 alfaya və O deməli AOY bucağı. Aha, bunu dedik. Və dostlar, digər tərəfdən ACY bucağı bərabərdir bizdə alfaya. Buradan aldıq ki, ACY deməli AOY-dən 3 dəfə kiçikdir. Yəni ACY AOY-nin 3/1-nə bərabərdir. Bununla da 30-cu sualı isbat eləmiş olduq. Dostlar, izahımız bu qədər. Sağ olun, salamat qalın və ayın 12-sində olan imtahanda da hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.